Salam əziz tələbələr. Deməli, abituriyent jurnalları 2026 çıxdı. Görürsə, burada keçən keçid balları göstərilib, keçən il formalaşmış. Mən nə istəyirdim deyim. Для русского сектора тоже вышел. И Azərbaycan sektorunda var. Və nəyi deyək? Biz bilirik ki, burada ballar var. Uşaqlar gözünü yumur, baxır ki, tutaq ki da fizika müəllimliyi keçidi Bakı dövlətdən 348 baldır pullusu, 365 pullusuzu və s. verir. Və deyir ki, mən bu ballarla daxil olurum. Bu ballar keçən il formalaşmışdır. Bu il bu balların heç biri təkrarlanmayacaq. Bu mümkün deyil ki, təkrarlansın. Aha, bəs nə olacaq? Siz abituriyent jurnalından savayın. Plan yerləri jurnalı var. Bunun 2025'i var hələ ki. Bir də 2026'sı. Bu iki jurnala baxıb plan yerlərində dəyişiklikləri özünüz araşdırmalısınız ki, nə qədər plan yerlərində dəyişiklik var. Əgər plan yerlərinin sayı azalıbsa, bu balın artmasına, plan yerlərinin sayı artıbsa, bu balın azalmasına gətirib çıxarır. Buradakı plan yerləri hər bir ixtisas üzrə plan yeri var, birliyi var və s. elə axır var. Bunları müqayisə eləməlisiniz. Orada qoymadlarınızı deyək, əsəbləşdilər. Və bir də abituriyent jurnalının burada hər ixtisas üzrə ixtisas seçimi zamanı nəyə diqqət yetirməli? Bunun da təkcə birliyi yox, ən azı arda gələn 2 ili lazımdır. Ki, məsələn 2025 və 2026 başlayasınız müqayisə eləməyə ki, bu bal artır, azalır və s. və elə axır. Məsələn, tutaq ki, hər intervalda neçə adam neçə bal yığır. O ballara müqayisəsində siz nə edə bilərsiniz? Balı təqribən çıxara bilərsiniz. Yəni, təqribən bu olacaq. Hə, bu kodlaşma zamanı lazım olacaq. Amma indi gəlin pis xəbərlər. Bu yaxşı xəbərlər idi. Bu elə bir şey. Bu pis deyil. İndi pis xəbərlər, əziz tələbələr. Abituriyent sayı nə qədər deyil? 130 min. Yer sayı nə qədər deyil? 60 min. Aha, arada 70 min nə var? Fərq var. Yəni, istənilən məntiqlə düşünsəz, bu minimum deyirəm, 70 minin neyidir? Kəsilməsidir. Yəni, kəsilənlər qəbul olanlardan çox olacaq. Bu minimum 70 min. Belə kəsiləcək, hələ üstə gəl, nə olacaq, əziz tələbələrim? Hələ kodlaşmada da problem yaşayanlar olacaq, imtihanda da biraz o yan bu yan az yığanlar, oradan da bir 5-6 min oradan da kəsiləcək. Deməli, minimum 75 min mən düşünürəm ki, kəsilmə olacaq. Biz o kəsilənlər arasında olmamalıyıq. O da deyim, olmamalıyıq. Olmamaq üçün də nə edirsiniz? Əlinizdən gələni eləyib, oxuyursunuz. Hə, sürət qruplarımızda nömrəni də qeyd edin, deyək. Onu da reklam edin, də? Hə, bunu da sonda reklam edin. Çətin işləyin. Blok, əziz tələbə, bir də siz blok çətin də olsa, asan da olsa, bu 70 min adam kəsiləsidir. Nə olur olsun kəsiləsidir. O qədər yeri yoxdur axı. Buna görə də əlinizdən gələni eləyirsiniz, uğurlar. Vəssalam, dayandıra bilirsiniz.